Vaxtınız xeyir olsun. Bugün də hər zamanki kimi Qüsursuz Nitq Psixologiya Mərkəzi olaraq sizləri maraqlı psixoloji, loqopedik maarifləndirmə mövzuları ilə gəlmişik və davam edirik. Bugün bizim çox dəyərli, savadlı bir mütəxəssis qonağımız var. Onu sizə təqdim etmək istəyirəm. Qüsursuz Nitq Psixologiya Mərkəzinin, belə deyək, göz bəbəyi, baş loqopedi Günel xanım. Xoş gəlmisiniz Günel xanım. Xoş gördük Nigar xanım. Mən də çox şadam burada sizinlə bir müzakirədə olduğuma görə. Biz də şadıq Günel xanım. Biz yenə də bu layihədə istəyirik ki, hər kəsi doğru şəkildə, elmə əsaslanaraq, savadlı şəkildə təlimatlandıraq. Çünki günümüzdə bilirik ki, informasiya kirliliyi var, informasiyalar çoxdur. Xüsusilə də bizim özümüz müəssisədə məşğul olduğumuz kimi uşaqların inkişafı ilə bağlı bizim müəssisəyə çox zaman nitq qüsurlu uşaqlar, valideynlər və böyüklər, yaşından asılı olmayaraq insanlar müraciət edir. Bu müraciətdə gecikənlər olur. Vaxtında gəlib müdaxilə edib uğurlu nəticə alanlar olur. Eləcə də sindromlu uşaqların valideynləri müraciət edir. Yəni bir növ biz belə deyək də bir mərkəz olaraq ümid qapısı olmuşuq. Rəhbərimiz Esmira Qafarovanın da amalı yenə də dəfələrlə qeyd edirik. Qüsursuz yanaşma və elmi yanaşma kimi götürülür. Amma bugün bəzən baxırıq ki, informasiyadan doğru şəkildə elmi əsaslanmayan yanaşmalar olunur. Ya da valideynlərin bilmirəm informasiya kirliliyi ilə bağlı bir çox məlumatlar toplusuna görə uşaqlarına doğru və vaxtında sağlam yanaşmaları olmur. Eləcə də misal üçün tutaq ki, uşaqda nitq və yaxud da hər hansısa bir qüsur yaranır, bunu qohum-qonşu məsləhətindən ertələyirlər, daha gec müraciətlər olur ya da vaxtında görürlər ki, nəsə narahatçılıq var, bunun üstündən vaxtında düşmək lazım olduğunu düşünüb daha müraciət edirlər. Bugün istəyirəm biraz daha çox praktik fəaliyyətimizdən müzakirə eləyək. Çünki hər ikimiz diaqnostikalarda iştirak edirik. Hər ikimiz belə deyək də, hər birimiz, yəni həm baş mütəxəssislər olaraq, Esmira xanım olaraq bütün günü diaqnostikalar, qəbullar, yoxlanışlar. Mən istəyirəm bugün sizin məhz praktikanız üzərindən, uşaqlarla çalışma metodikası üzərindən və xüsusən də biraz nitqə yönələk bugün. Çünki biz bilirik, nitqimiz olmasa biz bir insan olaraq cəmiyyətə özümüzü təqdim edə bilmərik. Və bizim nitqimizin səlisliyi, özümüzü çatdırma bacarıqlarımız kiçik yaşlarımızdan yaranır. Və valideynlər üçün nitq məsələləri nə dərəcə doğrudur? Və biz bugün çox istəyərəm müzakirə edək. Uşaqların inkişaf proseslərində psixoloji və loqopedik yanaşmanın kompleks rolu və bu işdə yəni uğurlu gedişatı. Buyurun Günel xanım. Çox əslində gözəl mövzuya toxundunuz Nigar xanım. İlk öncə dəyərləndirmədə ilkin diaqnostika vacibdir bütün uşaqlarımızın korreksiyasında və hər bir valideyn uşağın dəyərləndirmə, inkişaf mərhələlərini bilməlidir ki, hər yaşda, hansı yaş dövrlərində nitqimiz necə olmalıdır, söz ehtiyatımız necə olmalıdır və uşağın inkişaf etapları hansı üsulda aparılmalıdır ki, bəli, artıq 3 yaşı var, mənim uşağım söz ehtiyatı 200-300 söz arası olmalıdır, 2-3 sözdən ibarət cümlə qurmalıdır, nitq inkişafı həmin bu yaş dövründə kəskin surətdə artmalıdır və xüsusi belə bir uşaqlarda ki, qıraqdan, ətrafdan artıq bu uşağın nitqi anlaşılmalıdır. Və belə bir nitq etaplarımız var ki, verbal və qeyri-verbal nitq etaplarımız var ki, valideynlər bunlar haqqında ən azı məlumatlandırılmalıdır ki, və uşağımızın həmin o siqnal etapı var ki, həmin o etapda bəli, düzgün korreksiya yoluna yönləndirilməlidir. Və keçək ilkin dəyərləndirməyə ki, burada bütün baş mütəxəssislər və əlbəttə ki, Esmira Qafarovanın ümumi bir diaqnostikasından söhbət gedir ki, və bildiyimiz kimi xüsusi aparatlar, xüsusi testlər vasitəsilə həmin bu diaqnostika yerinə yetirilir və ilkin dəyərləndirmə əgər düzgün keçirilirsə, bəli, korreksiya yolu da düzgün etapla gəlib çıxır. Və bunda daha çox rol oynayan loqopedik psixoloji bir yanaşma olmalıdır. Çünki əgər belə bir praktikamdan bir misal gətirmək istəyirəm ki, bir valideyn mənə yaxınlaşanda dedi ki, Günel xanım, baxın, eyni vəsaitdir. Bunu psixoloq da çalışır və siz də çalışırsınız. Olarmı psixoloq işləməsin, sırf loqoped işləsin? Çünki məni narahat edən tərəflər yalnız nitq tərəfidir və mən uşağımın danışmağını istəyirəm. Və burada bir loqoped olaraq mən eyni vəsaitdən istifadə edə bilərəm. Amma loqopedin
ümumi məqsədi fərqlidir və psixoloqun məqsədi fərqlidir. Və burada mən məqsədlərimi valideynə izah edəndə artıq valideyn başa düşdü ki, bəli, burada loqopedik nə üçündür və psixoloji nə üçündür. Və bir nüansda qeyd edim ki, loqoped psixoloqsuz çalışa bilməz. Elə nüanslar var ki, bəli, sırf psixoloji tərəfdən uşağa anlama, qavramada bəzi etaplar var ki, bunlar olmalıdır ki, loqoped də artıq öz işini yerinə yetirə bilsin. Bəli, burada məqam doğrudur. Yanaşmanı doğru götürdüyümüzdə və kompleks yanaşdığımızda təbii ki, bizim dəstəyimiz və oradakı alacağımız verimliliyimiz çox önəmlidir. Çünki hər bir narahatçılığa, hər bir pozuntuya, hər bir xəstəliyində vaxtında və düzgün müdaxilə hər bir zaman keyfiyyətli nəticələr verə bilir. Yəni bir çox hallarda keyfiyyətli nəticələr verə bilir. Təbii ki, biz burada ağır diaqnozları nəzərə alaraq özümüz illərlə apardığımız diaqnostikalar, çalışdığımız uşaqlar, biz praktik fəaliyyət göstərən mütəxəssislərik. Məsələn, çalışdığımız uşaqlar üzərindən deyə bilərəm ki, məsəl üçün valideyn üçün görünən tərəf nitq tərəfidir. Məsəl üçün görünən şey, çünki ünsiyyət saxlamaq üçün nitq olmasa, nitq yoxdursa digər məsələlər də göstərilmir, görsənmir. Amma kökünə vardığımızda nitqi ortalığa çıxara bilən önəmli nüanslar var. Yəni nitqi ortalığa çıxaran bu beynin inkişaf etapları, bu istər olsun insanın inkişaf mərhələsi, ümumiyyətlə idrak prosesləri, anlama, qavrama bacarıqları, hansı ki uşağın məntiqi analizi, təfəkkürü, təxəyyülü, bunlar hamısı rol oynayır. Amma valideyn üçün görsəl olaraq nitqli deyə, valideyn üçün uşağın hər hansı bir alma sözünü deməsi daha üstündür. Nəinki psixopedaqoji işdə uşağın anlama, qavrama bacarıqlarının daha çox işlənməsinə. Çünki məsəl üçün bildirilsə ki, bu uşaqla anlama, qavrama bacarıqları çalışılıb, ya da bu uşaqla nəsə bugün düşünmə üzərinə çalışmışıq, öyrənməyi öyrətmişik. Axı mənim uşağım hələ də bir kəlmə söz demir deyə valideynlərdən çox vaxt iradlar eşidə bilirlər. Bu tək biz yox, bir çox bu sahədə çalışan mütəxəssislərə aid bir prosesdir. Təbii ki, biz burada qətiyyən ya valideyni ya da digər şəxsləri qınamaq məqsədilə çıxış etmirik. Əksinə bilgiləndirmə, maarifləndirmə məqsədidir ki, istər valideyn də bilməlidir ki, bugün əgər gördüyü onun nitqdirsə, altında bir çox yatan səbəblər var. Bugün məsələn mənim görsəlim bir nigardır. Mən nigar olaraq saçım, üzüm, qaşım görünür. Amma mənim daxilimdə hər hansısa bir orqanımda pozuntu olsa, hər hansısa bir orqanımın işlevsəlliyi və belə deyək, qabiliyyəti itsə, mən artıq bugün halsız, çökün, bu mənim üzümə yansıyacaq, gözümün altına yansıyacaq, danışığıma, hərəkətimə, rəngimə, dırnağıma, saçıma hər birinə yansıyacaq. Çünki görsəl olaraq mən sadəcə üst dəri və görsəldən ibarət deyiləm, mənim daxilim var. Eynən də bizi bugün idarə edən, bugün mən hal-hazırda danışıram, siz loqopedsiniz, çox gözəl də vurğulayarsınız. Hal-hazırda artikulyar aparatımdan danışıram, düzdürmü? Hal-hazırda ağız aparatı olaraq mənə nə kömək olur? Bir dənə onu bir dənə vurğulayın, onun üzərindən başqa bir fikir də bildirəcəm. Ümumi artikulyasiya aparatı nitqin inkişafında bizim danışığımızda bəli çox böyük rol oynayır. Ümumi ilk etapdan başlayaraq uşağın əmmə prosesindən başlayırıq ki, əgər bir uşaqda əmmə prosesi 0 ayından başlayaraq artıq əmmə prosesində bir ləngimə, bir yorulma varsa, bəli, bu artıq valideynlərə bir siqnaldır. Çünki uşaq əgər artikulyasiya aparatı zəif olduqda əmir və yorulur, artıq dayanır və bir neçə saniyədən sonra yenə başlayır. Həmin proses yavaş-yavaş olduqda, bəli, bu artıq valideyn üçün siqnaldır. Sonra irəliləyən aylarda artıq çeynəməmizdə, su içməmizdə, yemək yeməmizdə və əlbəttə ki, bu da gəlib artıq nitqimizə təsir göstərir. Və bu da artikulyasiya aparatının dilin hərəkətsiz olması, üzün hipertonus və yaxud da tonusda olması, dil kökünün, kiçik motorikanın və bildiyimiz kimi, Nigar xanım, ümumiyyətlə psixoloqlar və loqopedlər kiçik motorikanın üzərinə çox düşürük ki, ümumi kiçik motorika ilə çox işlənilməlidir. Və biz loqopedlər kiçik motorikanı masaj etməkdə məqsədlərimiz var. Və ilk məqsədlərimizdən də biri odur ki, ümumi bizim əlimizdə baş beyin, nitq, görmə, eşitmə və nəfəs var. Bax, sırf bayaqdan mənim orada vurğulamaq istədiyim məsələ odur ki, bugün mən danışıram. Mənim dilim, dadlamağım, dodağım, dişlərim hər biri aktivdir. Amma mənim hal-hazırda beynimdə anlama mərkəzimin siqnalı ötürülməlidir ki, mən artikulyar aparatımı çalışdıra bilim və ondan istifadə edə
bilim. Yəni görünən mənim danışığımdır. Amma mənim danışığımı hal-hazırda tək mənim dilim, ağzım ortalığa çıxarmır. Mən onu valideynlərimizdə bizim aşılamaq. Çünki bizdə görsənir, görünür. Məsəl üçün siz yoxlanışlar aparırsınız. Məsələn, mən test tərəflərini edirəmsə, bu uşağın anlaması hansı sferadadır, nəyi bacarar, nəyi bacarmaz. Çox vaxt da deyirlər ki, yox, danışmırsa birinci loqoped başlasın, bu uşaq danışsın. Ən çox verilən suallar Günel xanım, buna çox açıqlama gətirmənizi istəyirəm. Çünki çox insanlar bəzən qeyri-peşəkar yanaşa bilirlər. Birbaşa loqopedik masajla, belə deyək, müəyyən müdaxilələrlə danışığın ortalığa çıxa biləcəyinə inanırlar və inandırırlar valideynləri. Siz burada bir mütəxəssis, yəni savadlı bir yanaşma olaraq nə deyərsiniz? Bu birbaşa olaraq belə deyək, əldə edə biləcəyimiz səbəbin köküdürmü? Yəni hər bir danışıq birincili şəkildə loqopedik masaj, loqopedik dəstək, bunu alma de, bunu belə deyək, heyva de deyərək nitqi yarada bilərikmi? Xeyr. Birbaşa Əlbəttə ki, xeyr. Çünki loqopedik masaj sırf uşağın nitqinə dəstək ola bilər. Nə barədə dəstək ola bilər, onu da açıqlamasını verim. Məsələn, əgər bir uşağın dili yuxarı qalxmırsa, sağa sola etmirsə, bəli, burada hansısa səslərin düzgün tələffüz olunmasında, hansısa səsin qoyulmasında, bəli, artikulyasiya aparatının rolu böyükdür. Amma bir valideyn ki, və bu yaxınlarda çox məni məyus edəcək bir valideynim var idi və uşaq autizm spektr əlamətidir. Hal-hazırda bu uşaq psixoloqa getmir, sadəcə loqoped, duyu, idman bunlarla çalışır və valideyn təkidlə deyir ki, biz loqopedik masajı aparmaq istəyirik və uşağımın nitqi açılsın deyə. Və mən valideyni dəfələrlə başa salsam ki, uşağın nitqinin açılması üçün loqopedik masaj önəmli deyil. Bu uşağa psixoloq biz dediyimiz üsullarla geçsəz, bəli, əlbəttə ki, əlimizdən gələni kompleks şəkildə etsək, bu uşaq üçün nələrsə edə bilərik. Amma loqopedik masaj əlbəttə ki, nitqin açılmasında böyük rol oynayır, amma o deyil. Çünki mən də təcrübəmə əsaslanaraq, eləcə də bizi dinləyən bizim digər məsləkdaşlarımız da təsdiqləyər. Çünki hər birimizin bir amalı var. İnsanların psixi sağlamlığı, nitq sağlamlığı və biz bu sahədə əgər etik normalara və elmi faktlara yiyələnərək çalışırıqsa, təbii ki, bizim öncəliyimiz insanların şəfalanması, amma elmə əsaslanan, konkret faktlara əsaslanaraq çalışmadır. Sadəcə bu müdaxilə məsələləri var. Bir çox da rast gəldiyimiz suallar sizinlə birlikdə yenə də eşitdiyimiz. Məsələn, bu son günlər biz nəticələrlə çox gözəl mərkəz olaraq nəticələrimizlə çox öndəyik. Belə baxıram ki, bu bizim üçün çox sevindirici haldır. Bəzi mərkəzlərə biz baş mütəxəssis olaraq yoxlanışlara gedirik. Sonra məsəl üçün son günlər Esmir xanım çox eşidir, təşəkkürlər yazırlar. Bizim uşağımız danışdı. Hansı ki biz özümüz belə təəccüblənirik ki, qəbulda bu uşaq çox ağır idi. Düşünürdüm ki, bu necə bir 3 aya nəticə verər. Həqiqətən də görürük, amma bir də mən bəzi valideynlərdən də biraz iradiyana davranışlar alıram ki, gəlirlər ki, Nigar xanım, bəs filan uşaq daha ağır idi, necə oldu ki, o danışdı, mənim uşağım hələ də danışmır. Həmin uşaqda inkişaf getdi 3 aya, mən 1 ildir mərkəzə gəlirəm, amma məsəl üçün valideyndə bir növ biraz tərəddüd mü deyim, qorxu mu deyim yaranır ki, görəsən mənim uşağımla daha mı zəif çalışılır, görəsən o uşağa daha diqqət yana yanaşıldı, mənim uşağımla doğru çalışılmadı deyə mən təbii ki, biraz o situasiyanı görən, bu iş prosesinin dərinliklərindən xəbəri olmayan insan olaraq hörmətlə yanaşıram onun fikirləşməyinə. Çünki biz başa düşürük ki, narahatçılığı olan, inkişafında pozuntulu olan bir valideyn üçün övladının danışması, dil açması, ana deyəndə, məsələn, ana kimi deyirik, ana deyən dilinə qurban kimi biz belə emosional xalqıq da, biz istəyirik ki, övladımızın bir sözünü eşidək, onu əzizləyək, sözlərinə çox önəm verək. Amma məsəl üçün o valideynin məyuscasına gəlib davranışı bəzən bir mütəxəssis olaraq sualların qarşısında bizi də aciz qoya bilir təbii ki. Çünki biz özümüz vicdan, məsəl üçün başqa bir yerdə olan şeyə yox da, belə deyək, düzdür, heç kim öz ayrağına tuş deməz, amma ən azından bilirik ki, canla başla çalışmışıq. Məsələn, eyni mütəxəssisin çalışdığı 5 dənə uşaq üzərindən örnək getsək, bu uşağın 3-ü çox gözəl nəticələrlə irəli gedir. Hətta gələndə, tutaq ki, testdən keçirmişik uşağı, autizm spektr dərəcələndirmə şiddət ölçəyi testindən, tutaq ki, 110 indeksinə gələn uşaq 3 ay içində 80 indeksə
düşüb. Yəni bu o deməkdir ki, ağır dərəcəli autizm əlamətləri və stereotip toplusundan aşağı səviyyədə düşüb. Amma digər onunla bərabər, hətta ondan daha yüngül gələn uşaqda isə gedişat getmir. Mən bunun psixoloji tərəflərini izah edəcəm. Amma yenə də dediyim kimi, məsələ görsəl olaraq nitqdir deyə. Burada nitq müdaxilələrində, məsəl üçün, tutaq ki, bizdə, sizin yanınızda oturub dura-dura, mən də loqopedik belə deyək, diaqnozlardan azdan çoxdan xəbərim var. Çünki biz əl-ələ çalışırıqsa, siz də psixologiyanı gözəl bilirsiniz. Eyni zamanda da mən də öz növbəndə loqopediyanı bilməliyəm ki, sizdən doğru dəstəyi ala bilim, sizdə doğru sualları ünvanlaya bilim. Və burada belə bir nüans çıxır ki, ortalığa bu nitq məsələsi. Mən psixoloji məsələlərinə toxunub bildirəcəm. Amma danışıq, sırf danışığın ortalığa çıxması necə olur ki, mərkəzə müraciət edib, tutaq ki, ya mən, ya siz, ya Esma xanım, hansımızsa diaqnostika eləmişik və diaqnostikanın içində test dəyərləndirməsi etmişik. Valideynlərdən bu arada diaqnostikalarımızı valideyndən sual alaraq bir də uşağı izləyəli edirik təbii ki. Və bunların nəzdində iki eyni əlamətləri daşıyan, eyni formada gələn uşaqlar bu danışmağa başlayıb biri, digəri danışmağa başlamır. Bunu loqopedik yanaşmanızı istəyərəm. Mən də öz belə deyək, fikirlərimi Əslində bildirəcəm. çox gözəl bir sualdır və hal-hazırda belə bir uşaqlarım var. Yəni öz təcrübəmdən danışım sizə. Hər iki uşaq, hətta deyim sizə ki, biri daha ağırdır və bir uşağım artıq yerində qalır, yerində sayır deyək ki, amma digər autizmin ən ağır forması olan uşağım artıq bir ildir nitq açılıb, danışır və valideyn bir inadla belə bir dedi ki, niyə o uşaq danışdı, hələ də mənim uşağım danışmır. Və Nigar xanım, gəlin siz mənlə razılaşarsınız ki, bu ailədən də qaynaqlanır. Düzdür. Oraları ciddi vurğulayacağam. Və nevroloji tərəfdə qaynaqlanır. Çünki əgər biz nevroloji dəstək almasaq və hər hansısa bir uşaqda davranış olsun, aqressiya olsun, etmək istəməməsi olsun, bəli, artikulyasiya aparatına nitq tərəfdən problem ola bilər, anlama qavırmasına problem olar. Bu da əlbəttə ki, nitqin geriləməsinə gətirib çıxarır və bizim işimizə mane olur. Bəs niyə mən hər dəfə vurğulayıram ki, birlikdə biz niyə təyin olunmuşuq ki, loqopedin, psixoloqun, duyunun birlikdə işləməsinin nəticəsini ortaya çıxaraq. Və əgər mənim işim getmirsə, burada psixoloqla, duyu tərəfi, refleksoloji tərəflə bərabər aydınlaşdırmalıyıq ki, bu uşaqda hansı səbəbdir, getməyən səbəb ki, mənim işimə mane olur. Və burada ən sonda və valideynlərin ən üzdə görsənən tərəfi nitqdir, amma ən son işlənilən tərəf nitqdir. Bir də Günel xanım, belə atalarımızın bir deyimi var. Mən çox belə deyimlərə belə deyək, çox köklənən biri olmasam belə, bəzən elə deyimlər var ki, həqiqətən də yerinə düşür. Çünki biz psixoloji işlər də aparanda və psixoloji seanslar da aparanda metaforlardan da çox istifadə edirik. Bu işlənməyən dəmir paslanır məsələ var. Elə bu gerçəyə də əsaslanan bir deyimdir. Məsələn, mən düşünürəm ki, tutaq ki, biz deyirik ki, loqopedik tərəfdən bunu deyirəm, yəni yenə qeyd elədiyim kimi digər məqamları danışacaq. Amma bu ağız aparatı deyirik ki, 5 yaşa qədər, tutaq ki, uzağı 6 yaşa qədər tam formalaşıb oturmalıdır. Bir düşünüm ki, biz bir yerdə oturanda 1 saat, 2 saat, 3 saat duranda ayağımız yerimir, belə keyir sanki, yeriyə bilmirik ya da tutaq ki, düzgün yatmamışıqsa dururuq ayağa, bədənimiz keyir və hərəkət eləyə bilmirik. Ya da əlimizi eyni vəziyyətdə qoymuşuqsa açanda müəyyən bir halsızlıq yaranır, aktiv istifadə edə bilmirik və biz eyni zamanda da, məsəl üçün, buna mən həmişə kosmonavtlardan belə deyək, nümunə gətirirəm. Kosmonavtlar belə deyək də, yer kürəsindən ayrılıb səma cisimlərində orada olduqda və yerin cazibə qüvvəsinə tabe olmadıqda, gələndən sonra ki, hansı ki, orada uçaraq davam edirlər, ayaqları yerə dəymir, gəlirlər onlar bura adaptasiya olmaqda, ayaqlarını yerə basa bilmirlər, yeriyə bilmirlər. Mən biraz maraqlı gəlir, onları izləyirəm. Onlar qaydanda, yəni nə qədər bir ayda olsa, yəni bu adam düşünün ki, 30 il yeriyib, 30 il aktiv şəkildə ayağından, əlindən istifadə edib, yerin cazibə qüvvəsinə görə ayağını yerə basıb, normal gəzib, amma adam gedir bir ayda qaldı, 2 ay, yəni kosmosda oldu, gəlir yerimə qabiliyyətini itirə bilir. İndi biz buradan, misal üçün dedim də onu, biz buradan yola çıxaraq deyə bilərik ki, bir uşaq
biz bilirik ki, o vaxtda da nitqə ehtiyac yaranıb. Biraz tarixə də nəzər salsaq, əmək alətləri yaranandan sonra nitq ortalığa çıxıb və insanlar əmək alətləri yaranıb, insanlar ovçuluqla məşğul olmağa başlayıblar. Müəyyən formada aktivləşiblər, əldən, belə deyək, bir-birlərinə söz, informasiya ötürmək lazım gəlib deyə, sən ora get, bura gəlməyə ki, biraz nitqlər yaranıb, ehtiyac yaranıb nitqə və aktivləşib o dediyimiz bu artikulyar aparat və işlənməyə başlayıb. Mən yenə deyək də, psixoloji nöqteyi nəzərdən düşünürəm, əsaslandırıram ki, bəzən bu uşaqlarda irəliləyiş getməməsinin səbəbləri bir də ola bilər ki, 3 yaş, 4 yaş, 5 yaş, axı bu ağız tərpənmir, işləmir. Necə ki, biz 1 saat ərzində 30 il, 35 illə işlətdiyimiz ayaq hərəkətsiz qalıb danışmırsa, biz müəyyən müddət sonra da daimi olaraq ağız aparatının danışmaması, o aparatın süsləşməsinə və konkret olaraq fəaliyyətini itirməsinə də zəmin yaradırmı? Sözümü gətirmək istədiyim məsələ budur ki, əgər aktiv olmayan bizim orqanlarımız olsun, yəni bədən üzvlərimiz olsun, çalışmadığımızda, buna bizim ağız aparatımız da daxildir. Aktiv şəkildə işlətmədiyimizdə təbii olaraq da biz orada passivlik gözləyə bilərik. Yəni əgər bir uşaq 5 yaşına çatıb danışıq formalaşmayıbsa, digər uşaqda formalaşıbsa, demək o müəyyən qədər o biraz el arasında dediyimiz ağız tənbəlliyi, uşağın özündə də, davranışında da genetik olaraq, ailəsəl olaraq da, düz deyilmi Cüneyt xanım? Siz bu barədə nə bildirərdiniz? Əslində mən ilk hamiləlik dövrünə toxunmaq istəyirəm. Çünki ilk bizim nitqimizin inkişafına mənfi təsir göstərən amillərdən biri hamiləlik dövrüdür və niyə biz ilkin dəyərləndirmədə valideynin uşağın anamnezini toplayanda ilk hamiləlik dövründən soruşuruq. Çünki hamiləlik dövründə ilk etaplarda 1 və 3-cü aylarda valideynin keçirdiyi bir sıra infeksion xəstəliklər var ki, bəli, bu da bizim nitqimizin inkişafına böyük təsir göstərir. Və normal doğuşmu və yaxud da keysəriyyəmi, bu da inkişafımıza mənfi təsir göstərən amillərdən biridir. Düz vurğuladınız Nigar xanım. Əslində artikulyasiya aparatın işlənməməsi, bax nəyə görə deyirik ki, məsələn, az öncə biz mərkəzdə bir qəbul etdik və o uşaqda pedaqoji baxımsızlıq nəzərə çarpdı və bu pedaqoji baxımsızlıq nədən irəli gəlir? Valideynin işi olur, telefonu verir uşağın əlinə və uşaq susur və ancaq baxır. Bir növdə istifadə eləmir. Bəli. Ehtiyac yaranmır bu uşağın danışmağına. Nitqdən istifadə etmir və bir sıra uşaqlar var ki və təcrübələrimizdən görürük ki, uşaqlar susur və səssiz bir cizgi filmləri var ki, sırf onlara baxır, heç informasiya belə qəbul etmir. Bəli, bu da mənfi təsir göstərən bir amillərdən biridir və nitqimizə çox böyük təsir göstərir və nitq təsirə göstərdikcə də burada psixoloji tərəf də gerilir, əlbəttə ki, nitq tərəf də gerilir və bizim nitqimizə təsir göstərən amillərdən biri valideynin evdə xüsusi aparat, deyək ki, televizor, telefon, bunlardan istifadə edib uşağımızın nitqini geri salmasıdır. Və artikulyasiya aparatı, bəli, sırf tonus baxımından desək, bəli, artikulyasiya aparatı əgər çeynəmə, məsələn, valideynlər neynir? Blenderdan yeməyi verir ki, uşaq artikulyasiya aparatını işlətmədən verir, udur. Bu da təsir göstərir, çünki ilk əvvəllər artikulyasiya aparatı işləməlidir ki, uşağın çeynəmə tərəfləri inkişaf etməlidir ki, bizim nitqimizə də yaxşı təsir göstərsin və ilk etaplar bundan başlayır. Nəyə görə bəs əvvəldən vurğuladıq ki, uşağın inkişafında nitq çox böyük rol, çeynəmə çox böyük rol oynayır və bu da əsas amillərdən biridir. Mən psixoloji nöqteyi nəzərindən burada yanaşmamı bildirmək istəyərdim. Çünki biz dedik, ağız aparatı, aktivlik, mütəxəssis olaraq tutaq ki, loqopedin yanaşması, digər duyğu bütünləmənin yanaşması, hər bir yanaşmanı edirik, uşağa öyrədirik. Amma biz bir növ uşağa belə bir tərəfdən desək ki, uşağa balıq vermək yox da, balıq tutmağı da öyrətməliyik də bir növ. Çünki biz hazır olan informasiyaları uşağa göstərdiyimizdə biz bilirik ki, beyin hazır informasiya ilə aktiv şəkildə çalışmır. Beyin informasiya yaratdıqda fikir mübadiləsi
mübadiləsi etdikdə, maraqlandıqda, özünün təfəkkür və təxəyyül sferalarından götür-qoylar etdikdə inkişaf bacarıqları, insanın anlama, qavrama səviyyəsi formalaşır. Yəni bir insan mütaliə etdikdə, maraqlandıqda, bu nədir, o nədir? Bir uşaq 3 yaşına çatır və nitq vasitəsilə ətraf mühit haqqında suallar vermirsə, o pasiv formada baxacaq, məsəl üçün tutaq ki, bu stoldur, amma onun stol olduğunu sadəcə eşidir, amma stolun daxildə nə işə yaradığını istifadə edə bilmir. Bir də ən çox müşahidə etdiyimiz bu nitq məsələlərində bəlkə siz də təsdiqləyirsiniz ki, nitq ehtiyac anında ortalığa çıxan, ünsiyyət anında ortalığa çıxan bir şey. Nitq bir ehtiyacdır. Biz bayaq da danışdıq. İnsanlar ovçuluq edirdi, əmək alətlər yaranmışdı, ehtiyac yaranmışdı nitqə. Bugün əgər bir balaca uşaqdır, danışmır, hər hansısa bir inkişaf pozuntusu var və valideyn o uşağa bir növ problemli bir uşaq kimi baxır. Bu uşağın yeməyini, suyunu, insan yaradılışdan ilkin ehtiyacları nələrdir? Beyin ümumiyyətlə həyatda qalma mexanizmindən çalışır və həyatda qalma mexanizmindən çalışdıqda da bizim yeməyimiz, suyumuz, çayımız, belə deyək, uşaq üçün rahatlıq nədir? Altı təmiz olsun, üstü təmiz olsun, yeməyi vaxtında olsun, vaxtında yatızdırılsın, yuxusu olsun və s. Amma bu uşağın ehtiyacları vaxtında olunduqdan sonra bu uşaq niyə nitqə ehtiyac duysun? Burada bir belə qızıl sual ortalığa çıxır. Əgər bugün valideyn bildirirsə ki, mənim uşağım danışmır, məsələn, mən statistikalarda araşdırma eləməyi sevirəm, sizinlə otururuq, bu uşaq, siz mənə yazırsınız, mən sizə, Nigar xan, bu uşaq niyə gedmir, deyirəm ki, Nigar xan, bu uşaqda nəsə belə bir şeylər var, bu əslində iş keyfiyyətinin üstünlüyüdür, amma nəticələrimiz əsasında nə qənaətə gəlirik sizinlə? Görürük ki, bu ailədə, belə deyək, davamlı formada, məsuliyyətli formada uşağı birgə əməyə cəlb eləyirlər, uşaq evdə komandalar, oyunlar şəklində, burada xüsusi altını çizmək istəyirəm, oyunlar. Çünki oyunlar çox önəmli faktorlardır uşaqların inkişafında və təbii ki, bu oyun zamanı istifadə olunan götür, qoy, al, ver, düşün, oyun zamanı uşağın düşünməsi də önəmlidir. Evdə kiçik komandaların verilməsi, evdə uşağa kiçik qulluqların olunması onun nitqinə zəmin yaradır və ən birincili oyundur. Və mənim izlədiyim bu olub ki, valideynin səbirsizliyi, təbii ki, indi bir çox insanda bu belə deyək, indiki dövrün ən yaralı yeridir bu səbirsiz olmaq. Elə valideyn var ki, belə deyək də, enerjik ola bilir, müəyyən bir vəclə o uşağınla o ünsiyyəti yarada bilir və xüsusilə qeyd eləmək istəyirəm. Keçən dəfə sizlə bu mövzunu müzakirə elədik, bir-birimizə belə baxdıq, güldük, təsdiq də elədik ki, analarınla münasibəti yaxşı olan, anasının təşvişi çox olmayan uşaqlar tez sağalırlar. Yəni bizim təsdiq eləyərsiniz ki, elə deyilmi? Baxın, biz keçən dəfə sizlə oturduq, baxırıq, yoxlayırıq da uşaqları. Analarla güvənli bağlanması olan uşaqlar, anası rahat yanaşan, onun həqiqətən də sağalacağına inanan və o enerjini, o ruhu uşağına yansıdan uşaqlar daha tez dil açır və daha yaxşı nəticə göstərirlər və inamlı yanaşırlar. Gəlirlər, məsəl üçün ki, mən güvənirəm, yaxşı olacaq, belə mama orada bir enerjisi pozitivdir, inamı yaxşıdır. Amma bir də həqiqətən də təsdiqləyərsiniz ki, tərəddüdlü yanaşan valideyn var. İlk gündən nəsə bir narazılıq olur. Nəsə uşağıma orada düzgün baxmadılar. Amandır, uşağım biraz ağladı. Amandır, nəsə bu müəllim biraz gec çıxdı. 1 dəqiqə, 2 dəqiqə söhbətlər olur. Biz baxırıq ki, orada o uşağın gedişatında. Mən indi biraz böyüklərlə də məşğul olan bir psixoterapevt nöqteyi nəzərindən də çıxış eləmək istəyirəm ki, biraz insan psixologiyası və yanaşması önəmlidir. Uşaqlar bizim aynamızdır. Həqiqətən də aynamızdılar və uşaqlar bizim hisslərimizi yansıdırlar. Və bizim hər bir barışmadığımız və hər bir üzləşmədiyimiz hissimiz gələcəkdə uşağımız vasitəsilə bizə dönə-dönə üzümüzə çarpır. Hər zaman dediyim o belə deyək, stat sözüm var. Dərs biz öyrənənə qədər bitmir və bizə onu yansıdırlar. Məsəl üçün siz də öz praktikanızda görmüsünüzmü belə? Mən çox istəyərəm sizdən eşidək. Əlbəttə ki, görmüşəm. Hal-hazırda keçən həftələrdə mən sizinlə danışanda, biz bu haqqda vurğulayanda və dərslərdə uşaqların daha aqressiv, hər bir dərsə, hər bir vəsaitə belə dağıtması, tökməsi, ağlaması. Bizim o son 2 uşaq var idi, yəni müzakirə elədiyimiz. O valideynə hətta mən özüm yaxınlaşıb dedim ki, xahiş edirəm, yəni evdə münasibəti daha çox sevgiyə tərəf yaxınlaşdırın və uşağınıza aqressiyanı göstərəndə hər zaman onu bir sakitləşdirin, bir qucaqlayın, sonra artıq soruşun ki, nəsə olubmu?
ən azından o istiliyi valideyn uşaq hiss eləsin sizdən və valideyn çöndü dedi ki, mən o hissi ona göstərə bilmirəm, çünki özümə artıq bacara bilmirəm. Belə bir vurğuladı və mən təbii ki valideyni yönləndirdim ki, bir psixoloji bir seans götürməyimiz mütləq lazımdır. Çünki bizim siz dediyimiz kimi bizim yaşadığımız uşağa zaten yansıdır. Bəli, yansıyır və uşaq hətta biz həmişə deyirik ki, uşaq valideynin aynasıdır. Bəli. Amma bir kəlmə işlədirlər, üzr istəyirəm, sözü kəsirəm. Deyir ki, mənim eybim yox, eybi yoxdur, əsas o düzəlsin deyirlər. Və dəfələrlə dediyimiz halda ki, sən düzəlməsən uşaq düzəlmir. Çünki biz nə qədər duyğuda, o uşaq bizim duyğumuzu bizə göstərir, yansıdır. Bir ayna rolu oynayır. Bu psixologiyadır, bu elmdir, bu kainatın fövqəl təbii bir qüvvəsi deyil, qeybdən gələn bir düşüncə deyil. Bu tam elmi sübutdur ki, bizim narahatçılıqlarımız, bizim diskomfort hissimiz, bizim travmatik davranışlarımız mütləq ki, uşağımıza yansıyır. Bəs Nigar xanım, yaxşı tutaq ki, məsələn, biz uşaq yaşlarında aldığımız bu travmalar nəticəsində uşaqlarımıza yansıdırıq. Bunun üçün, məsələn, biz valideynlər nə etməliyik? Bizim birinci olaraq Günel xanım, baxın, biz bilməliyik ki, tutaq ki, birinci növbədə anayıqsa, ana və ata olaraq biz bioloji olaraq uşağın yaranma prosesində mütləq ki, rolumuz var. Və biz bilməliyik ki, o uşaq bizim parçamızdır. O uşaq təbii ki, bizim genlərimizi daşıyır, bizim davranışlarımızı da kopyalayır özünə. İstər bayaq görürsünüz, dönə-dönə vurğuluyorsunuz ki, bir nitqin yaranma prosesi, bir danışığın formalaşma prosesi belə, əgər ana bətnində uşağın formalaşma proseslərindən qaynaqlanırsa, eləcə də bizim belə deyək, psixoloji narahatçılıqlarımız, psixoloji durumumuz, həyata baxış tərzimiz, dünya ilə barışıq olub olmamağımız anamızla olan münasibətlərlə birbaşa bağlıdır. Və müraciət edən zaman əgər biz uşağımızda hər hansı davranışda pozuntu görürüksə, məsələn, mən uşaqlarla çalışan zaman mütləq şəkildə ailə terapisi günü olur. Bir uşaq əgər davranışında pozuntu varsa, o uşaq birmənalı şəkildə tək çalışılmamalıdır. Məcbur. Məsələn, biz çox valideynlərə rastlaşırıq. Məcbur deyirik, 5 dəqiqə sizinlə, yox, o 5 dəqiqə də mənim uşağım olsun deyə, belə deyək, ikrah hissi ilə, yox, mənim zamanına girməyim uşağın. Sanki elə düşünür ki, orada onun danışacağı o 5 dəqiqə önəmsizdir. Nəinki mütəxəssis o 5 dəqiqəni mütləq uşağa ayırsın. Amma bunu dönə-dönə vurğulamaq istəyirəm. Bizim üçün fərqi yoxdur, dəqiqədir, amma bizim üçün eyni zamanda da fərqi ciddi mənada var. Əgər biz qeyri-peşəkar yanaşsaq, işimizi sadəcə belə deyək, dırnaq arası görsək, biz burada protokola əməl etməyə bilərik, amma birincisi elmi protokol qaydaları var. Uşaqlarla, böyüklərlə, inkişaf pozuntulu uşaqlarla hansı formada çalışılır ya da davranış terapiyası tətbiq etdiyimiz uşaqlar və böyüklərlə nə formada çalışılır, protokol qaydaları var. Və bu protokol qaydalarına əsasən əgər uşaqla çalışılırsa, mütləq şəkildə onun birmənalı şəkildə valideyninlə çalışılmalıdır. Valideyn terapiya almalıdır. Təbii ki, mən psixoloji pozuntusu olan, narahatçılığı olan, travması çox olan və tetiklənən bir valideynə, yəni trigger olanda, duyğusu tez-tez təsirlənən bir valideynə nə qədər desəm ki, uşağınla get oyun oyna, o mənə ona belə cəfəngiyyat danışırmışam kimi baxacaq. Deyəcək ki, bu da kefdən danışırıq, oturmuşsan stul arxasında, kresloda, demək asandır deyə düşünürlər. Amma halbuki bugün biz əgər dünyaya gətirdiyimiz o yumaq, o balaca, şirin bir canımızdan parça ilə içimizdən oyun oynamaq gəlmirsə, bizim ciddi mənada problemimiz var deməkdir. Biz əgər ona sevgimizi yansıtmaq istəmiriksə, biz onunla bir kiçik belə bir aktivitelər eləmək istəmiriksə, bizim həqiqi ciddi mənada problemimiz var deməkdir. Biz bəhanələr gətirə bilirik, işləyəm, vaxtım yoxdur, bura gedirəm, ora gəlirəm. Amma mən dünənləri həqiqətən çox yorğun idim. Axşam qızım gəlib deyir ki, mama mən sənə oyun oynayıram ki, qızım sən yorulmamısan, biraz hərəkətli uşaqdır. Düşündüm ki, oturaq vəziyyətdən də oynaya bilərik ki, mən də yorulmayım. Dedim, amma gəl sənin əllərinə, dedim ki, bax, bunu razı ola bilərəm, bütün boyalar eləyir. Çünki mənlə həm təmasda olmaq istəyir, həm də yanımda olmaq istəyir, həm də rəsm çəkir. Əlbəttə ki, mən onun doyumunu verməliyəm. İşləyən bir ananın uşağı da onunla vəhdətdə olmalıdır. Onun çox uzun çəkmədi, 10-15 dəqiqə, amma onun bütün gün birlikdəymiş kimi ona doyum çatdıra bildim. Məsəl üçün gəlir, çəkir, nə gözəl, dedim, bax, get nənəyə də çək, get xalaya da çək. Bir ona sevinç bəxş elədi. Əslində o boyadır, yuyursan gedir, böyük bir şeydir, amma uşaq
uşağın sevincidir. O toxundu mənə, əlimə toxunur, o mənim üzərimdə bir şeylər eləməsi və məndən təsdiq göstərməsi, tapması və onun üçün ürək açıcı bir prosesdir. Eynən düşünün ki, xüsusi qayğıya ehtiyacı olan uşaq necədir? Bu gün bu uşaq dillə gəlir, bunu deyir də. Görün, böyük uşaqdır, amma nə qədər böyüksə də sizin övladlarınız da hamısın nə edirlər? Axşam evə gedəndə bizimlə nəsə eləmək istəyirlər. Düşünün ki, nitqi olmayan bir uşaqdır, danışıq yoxdur, inkişafı, amma bu uşağın duyğusu yoxdur demək deyil axı. Bu uşağın ana qucağı istəyi yoxdur demək deyil axı. O demir deyə. O oynamaq istəyirəm deyə bilmir deyə, oynamaq istəmir anlamına gəlmir. Bəli. Bəli, yəni bu siz də görmüş olarsınız. Rast gəlirsiniz yəqin ki bu nüanslara ki, uşaqlarla çalışarkən necədir? Ümumiyyətlə loqopedik tapşırıqlar olur da, yəqin ki, gimnastikalar filan. Onlar yəqin ki, valideynlər üçün vəbşi belə ümumilikdə, çoxluqda belə faciəli gəlir. Onu necə eləyirlər? Əslində, bəli, icra etmək biraz çətin olur. Ev tapşırıqlarını evdə etmək və deyirlər ki, sırf əgər biz dərsə gəliriksə, bunu loqoped etməlidir və biz niyə dərsə gətiririk? Onun üçün gətiririk ki, loqoped məşğul olsun, nitqini o açsın və orada danışsın. Biz evdə hətta belə bir vurğulama da var ki, əgər biz bunu evdə edəcəksə, sizə niyə gətiririk? Bəli, çox eşidirik. Bəli, belə amma əslində bizim valideynlərə bir maarifləndirici, hətta bir videolarımız, belə bir videolarımız olmalıdır ki, valideynlər bilsinlər ki, uşaqlarımızla bəli, biz hər hansı bir zaman ayırırıq, dərs keçirik, amma bizimlə keçmələri fərqlidir. Onu valideynlə keçmələri bizim işimizdə çox böyük müsbətlərə gətirib çıxarır. Və belə bir nüansı qeyd etmək istəyirəm ki, hətta bir 3 il, 4 il bundan qabaq bir uşaq mərkəzimizə müraciət etmişdi və neçə bir mərkəzə getmişlər, heç bir nəticə əldə etməmişlər və hətta Esma xanımla bərabər çalışdıq. Esma xanım o uşağı mənə təhvil verəndə dedi ki, Günel, bu uşaqla çalışaq və bunda gözəl bir nəticələr əldə etməliyik. Və mən sözün düzü bir inamsızlıq var idi. Çünki elə bir ağır bir uşaq idi ki, və 2 diaqnozun bir uşaqda formalaşması var idi və mən bildirdim ki, yəni bu uşaqdan heç bir nəticə əldə edə bilmərik. Və mənə baxdı, bir inamla baxdı ki, yox, biz edəcəyik bu uşaqla. Və bəli, bacararıq və kompleks şəkildə işlədikdən sonra artıq 3 ildir ki, o uşaq hələ də bizim mərkəzə gəlir və xüsusi bir məktəbdə təhsil alır. Normal bir uşaqdır və inanın ki, Esma xanım dediyi kimi var idi o uşaqda. Çox ağır uşaq idi və çox gözəl nəticələr əldə etdik biz o uşaqla. Hazırda o uşaq normal məktəbə gedir, normal danışır və normal pedaqoji, bayaq vurğuladığımız kimi, sırf kiçik motorika ilə bağlı pedaqoji tərəfdən artıq bizdən dəstək gözləyir və ümumiyyətlə burada mütəxəssislə bərabər valideynin rolu çox böyükdür və valideyn dayanmadan, hətta qarda, yağışda belə, bütün uşaqlar gəlmədiyi mərkəzdə belə həmin o uşaq və onu gözləyirdi ki, indi gələcək o. Vurğuladığımız məsuliyyətdir. Məsuliyyət, sevgi ilə yanaşma. Və belə bir məsuliyyətin arxasında və belə bir uğurlu nəticə var. Bəli, bugün əslində həqiqətən də müştərək işin, kompleks işin möhkəmliyi, kompleks işin önəmi bizim üçün yenə ön plana çəkilir və biz yekun olaraq bildirmək istədiyimiz budur ki, biz nə qədər möhtəşəm çalışarıqsa çalışaq, əgər öyrətdiyimiz bir təlimat, öyrətdiyimiz, yansıtdığımız bir proses evdə davamlılıq olmayacaqsa, davamlılığı olmayan bir fəaliyyətin keyfiyyətindən söz gedə bilməz. Bizim valideynlərimizdən istədiyimiz, əgər bugün o valideyn üçün həqiqətən də sıxıcı, bezdirici və narahat edici bir nüansdırsa, biz artıq valideynlərimizi də özlərinin şəxsi terapiyasını almağa dəvət edirik. Çünki bu çox önəmli bir nüansdır. Çünki biz sağalmasaq, ruhumuz sağalmasa bizim böyütdüyümüz sağala bilməz. Bizim ruhumuz sağlam olmalıdır. Bizim valideyn olaraq inanclarımız sağlam olmalıdır və bizim oradakı yanaşmalarımız doğru olmalıdır ki, uşaq da bizdən onu görərək həyata ümidlə yanaşsın. Əgər mən bezgin, ruhsuz və kefsiz bir anayamsa, mənim uşağım həyatdan zövq ala bilməyəcək. O həmişə özünü əksik hiss edəcək, həmişə özünü narahat hiss edəcək və yekun olaraq da bugün valideynlərimizə buradan bizi eşitmə şansını yaranıbsa valideynlərimizə səslənmək istəyərəm ki, biz əl-ələyik.
Heç kimdən üstün deyil, heç kimdən əksik deyil. Amma bizim öz sahəmizdə, bəli, biz bu sahəmizdə illərlə çalışmış mütəxəssislərik. Nəinki mən, siz bu sahədə həqiqətən də haqqını verərək çalışan mütəxəssislər varsa, o mütəxəssislər də öz bacarıqlarını sərgiləyirlər və nəticə almaq istəyirlər. Çünki bizim üçün xoş olar ki, bu gün biz nəticə alaq, hər hansısa bir müraciət edən şəxs də bizdən müsbət rəy bildirsin. Amma burada kompleks yanaşma dediyimiz şeyin tək bizə aid olmadığını dönə-dönə vurğulamaq istəyirəm. Burada əgər biz korreksiya işində kompleks yanaşırıqsa, düşünürüksə ki, buradan psixoloq, oradan loqoped, buradan duyub bütünləmə mütəxəssisi fərqli formada yanaşıb doğru nəticə əldə etmək istəyirik. Ailədə də eynisini istəyirik. Anamızın doğru yanaşması, atanın doğru yanaşması. Çünki əgər ki, bu uşağın ətrafında, formalaşmasında kimlər iştirak eləyirsə, onların da psixoloji durumları sağlam olmalıdır ki, sabah gəlib tələb eləyəndə ki, bu uşaqda niyə nəticə getmir, mütləq ki, həmin şəxslərdən hansısa işi pozur və mən son olaraq valideynlərimizdən həqiqətən də bu barədə məsuliyyətli və özlərinin şəxsi psixoloji durumlarını sağlamlaşdırmalarının tərəfdarıyam. Bəli. O zaman işimiz yaxşı gedir. Cüneyt xanım, sizdən istəyərdim bir mütəxəssis olaraq valideynlərimizə səslənmə şansımız var. Nə bildirərdiniz? Mən əslində istəyirəm valideynlər uşaqları ilə dediyiniz kimi daha çox sevgi göstərsinlər, oyunlar etsinlər və uşaqlarınızı heç vaxt gizlətməyin. Hər hansısa bir nüansları, hər hansı bir nitqində gecikmələri görürsünüzsə, dərhal mütəxəssislərə müraciət edin. Çünki getdikcə, zaman getdikcə həmin o diaqnozlar ağırlaşa bilər və daha çox fəsadlar yarada bilər. Bugün mövzumuz ümid eləyirəm maraqlı oldu bizi izləyənlərə. Yenidən sizi maraqlandıran, dərin, amma terapiya adında mövzularınızla qarşınızda olacaq.